Günlərin birində bir nəfər mənə dedi ki, həqiqətən də şiyələr Quranı təhrif ediblər. Quranı biz təhrif etmişik? Sən qəflətdəsən, axtar gör Quranı kim təhrif edib? Quranı biz təhrif etmişik? Nə vaxt? Əgər onda hər hansı bir qüsur olsaydı, möminlərin ilk əmiri, hansı ki hamı onun ətrafında toplaşdı və o da xilafətə gəldi, onu dəyişməyə qalxardı. Əlbəttə ki, əgər onda hər hansı bir qüsur olsaydı. Xəyal edin ki, Əli əleyhissalama dedilər ki, Muğaviyəni bir neçə gün öz vəzifəsində saxla. Hakimiyyət sənin üçün möhkəmləşən və onun sənə beyyət etməsinə qədər. Sonra onu vəzifəsindən azad et. O da buyurdu ki, xeyr, ona bir an belə möhlət vermərəm. Batilə bir an möhlət vermərəm. Əgər Quranda hər hansı bir qüsur olsaydı, Mövlamız onda davamlı düzəliş verərdi. O var dövlət ki, Osman birilərini hədiyyə etmişdi və onunla bir neçə nəfəri evləndirmişdi, İmam onların hamısını Beytülmala geri qaytardı. Hamısını. Şiə alimləri bu günə qədər Quranı götürüb onunla istixarə edirlər. Belə çıxır ki, onun təhrifinə etiqad bəsləyib onunla istixarə edirlər. Ged öz ardınca getdiklərinə bax. Vəlid ibn Yəzid ibn Əbdülməlik Quranı açdıqda qarşısına ilk və Peyğəmbərlər Allahdan qurtuluş, kafirlər Allahın əzabını istədilər və hər bir itayətsiz təkəbbür sahibi namüd oldu, ayəsi çıxdı. Bilirsiniz o nə etdi? Quranı yerə atdı, oxu götürüb onu oxladı və dedi, sənsən bütün təkəbbürçülərə vəd verən. Budur, mənəm o itayətsiz təkəbbürçü. Həşr günü Rəbbinə qayıtdığında de ki, ey Rəbbim, məni Vəlid cırdı. İndi görün Quranı kim təhrif etmişdir? Biz Quranı təhrif etdik. Biz? Nə vaxt? Quran itrətlə bir yerdədir. Bu ikisi tərəzinin iki gözünə bərabərdir. Məgər belə deyil? Biz Qurana şəkk etmədiyimiz kimi imamlarımıza da şəkk etmirik. Axı necə? Quranı necə təhrif edə bilərik? Yaxud da onun təhrif olunduğunu deyə bilərik? Axı necə? Bax gör sənin fikrincə Quranı təhrif edən kimdir? Nəsihət verərək Quran bizə yetərli bir deyənlərə bir neçə kəlmə söyləyim. Ey Allahın Peyğəmbəri, Quranı tam yazmamısan axı. Biri mənə deyir ki, mənə Qurandakı zəkat verin ayəsini izah et. Hər ilin sonunda qoyunun zəkatı nə qədərdir? Bunu Qurandan gətir. Gətirə biləcəksən? İnəyin zəkatı nə qədərdir? Gətir görüm, dəvənin zəkatı nə qədərdir? Əkin və meyvələrin zəkatı nə qədərdir? Həmçinin malın zəkatı nə qədərdir? Bunu kim izah edir? Əlbəttə ki, Peyğəmbər. Sənə də bu zikri nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər. Nəhl surəsi 44-cü ayə. Deməli, Quranla yanaşı bir məsum olmalıdır. Quran ali bir dildir. Xəyal edin ki, məsciddə cümə namazından sonra biri yanıma gəlib dedi ki, ağa, məgər dəllallıq həlal deyil? Dedim, niyə? Dedi ki, məgər Rəbbin demir ki, elə ki azad oldun, çalış. Şərh surəsi ayə 7. Yəni, fənsab, çalış. Dedim, necə çalışım? Dedi, bir dəllal cəmaat arasında dolaşıb qazanc əldə etməsi. Halaldır, Quranın ayəsinə görə. Allah evini yıxsın. Fənsab nə deməkdir? Əziz qardaş, yalan, məkir və hilə işlətmək mənasında olan nasb sözü ilə nəsab sözü arasında fərq var. Deməli, ayə belədir. İza fərağtə fənsab. Yəni, risalətin təbliği bitirdikdən sonra qardaşın əlini təyin et. O da onu Qədir Xum günündə təyin edib dedi, mən kimin mövlasıyamsa, bu əli də onun mövlasıdır. İlahi, ona dost olanı dost ol, düşmən olanı düşmən ol. Ona kömək edəni kömək ol, onu xar edəni xar ol. Salavat gətirin. Allahümme salli ala Muhammed. Bax belə, əgər sənə belə desələr, de ki, siz o tuğyan hökümdarları özlərinə rəhbər tutanlar. Budur bizimlə sizin aranızdakı problem. Məgər Quranla hökm çıxarılmamalıdır? Mən sizi Quranla hökm çıxarmağa çağırıram. Onlara bu sərfəli deyil. Məgər sən Allah tərəfindən təyin edilmisən ki, Quranla da hökm çıxarasan? Xeyr, bu cür təyin edilməmsən. Deməli, bu sənə sərfəli deyil ki, onunla hökm çıxarasan. Odur ki, kimin rəyi ilə hökm çıxarmısan? Əbu Hənifənin, Malikinin, Şafiinin və ya İbn Həmbəlin rəyi ilə. Nə vaxt? Baxın,
Quran Allah tərəfindən nazil olub. Diqqətli olun ki, imamətə tutarlı dəliliniz olsun. Deməli, əgər Quran Allah tərəfindən nazil olubsa, imam da Allah tərəfindən təyin edilməlidir ki, hətta onun kəlamını anlasın və onun hökmü ilə hökm çıxarsın. Bu mütləqdir, mütləqdir.